Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə yenə növbəti qonağımız Zeynəb Məhərrəmlini qarşılayırıq. Hansı ki, Zeynəb mənim uzunmüddətli şagirdlərimdən biridir. Bərabər yaxşı bir yol keçmişik və o da yüksək nəticə toplayıb özü barədə az sonra məlumat verəcək. Və yenə də bizim çox dəyərli məsləhətlərimiz olacaq. Hər şagirdin yolu bildiyiniz kimi fərqlidir. Onlardan nümunə götürmək, onların keçdiyi yolları öyrənmək bizə də bir növ bu yolda bələdçilik edəcək. Öncəliklə Zeynəb gəldiyinə görə, dəvətimi qəbul etdiyinə görə təşəkkür edirəm ki, Mən də minnətdaram. həqiqətən vaxt ayırırsınız. Bütün şagirdlərim demək olar çox canla başla bizə qoşuldular, məsləhət verdilər. Hamısına təşəkkür edirəm. Özünü təqdim etməyini istəyərdim Zeynəb, qoy izləyicilərimiz səni də tanısınlar. Mən də əvvəla hər kəsi salamlayıram. Mən Məhrəmli Zeynəb. 2026-cı il buraxılış və blok imtahanından birlikdə 635.5 bal toplamışam. Aylıqda desək 95 bal Azərbaycan dili buraxılışdan, maksimum nəticə blokdan göstərmişəm. Ədəbiyyatdan isə 89.4 bal toplamışam. Bəli, bu ədəbiyyatdan rekordumuz çətin məsələdir. Ədəbiyyat və tarix həqiqətən rekord olması bir balaca bizi incidir. Mən bunu başa düşürəm. Yəqin ki, sənin də tarixdən şikayətin olub, yoxsa rahat keçib tarix səndə? Tarixdən əslində şikayətim olub. Səbəb də olub ki, 10-cu sinifdə tarixə biraz alışma prosesim çətin olduğuna görə 11-də daha çox oxumuşam. Bu da biraz çətinlik yaratdı mənim üçün. Mövzuları çatdırmaq, oxumaq, öyrənmək. Bəli, bu tarix həqiqətən çox böyük problem yaradır. Hansı ki, biz 3-cü qruplar izləyirsə, indidən tarixin üstünə düşmək lazım. Görürsünüz ki, hamı narahatlıq keçirdiyini deyib. Deməli, Zeynəbim, təbii ki, bu 635 bal olduqca ciddi bir baldır və çox gözəlsən. Demək olar, hər ixtisası 3-cü qrupda düşürsən və mən bilmək istəyərdim ki, sənin ixtisas seçimində bir dəyişiklik oldu. Əvvəl biz başqa şey yadındadırsa düşünürdük, sonra dəyişdik və bunun səbəblərini də biraz bilmək istəyirəm. Əslində əvvəl tərcüməçilik düşünürdüm. Balım yüksək olmağını təbii ki, gözləyirdim. Yəni bilirdim ki, maksimum bacarığımı ortaya qoymalıyam. 600 plus, hətta 650 plus yazıb qoymuşdum ki, mən 700-ə yaxın bal yığmalıyam. Əfsuslar olsun ki, elə olmadı, amma yenə də bu balı yığdım. Əslində bu biraz da valideyn məsləhəti ilə əlaqəli bir şey ola bilər. İlahi atam bir gün məsləhət elədi ki, bəs bəlkə hüquq seçəsən. Sənin həm iş tapmağın, həm bu qədər balın çöldə qalmasın. Düzü düşündüm bunu biraz, həm araşdırdım ixtisası. Gördüm ki, həqiqətən də mənim istədiklərimə uyğun olan bir ixtisasdır. Mənim tələblərimə cavab verəcək. Yekun qərar olaraq hüququ seçdim. Bəli, məncə də daha öncə Zeynəblə tərcüməçiliyin gələcəyi barədə də danışmışdıq və mən bütün izləyicilərimizə deyirəm. Dillə bağlı, sırf mən dil öyrənim, dillə bağlı fəaliyyət göstərim deyirsinizsə, bunun üçün 4 il oxumağa artıq ehtiyac yoxdur. Yəni Zeynəb indi hüquq kimi gözəl bir ixtisasa sahib olub, paralelində ingilis dili, istədiyi dili özündə inkişaf etdirib. Mən inanıram, sən də Zeynəb ingilis dilinin üstünə düşəcəksən, yoxsa fərqli bir şey düşünürsən? İngilis dili demək olar ki, B2 səviyyəm artıq var və düşünürəm ki, onu artıq C1, C2-yə çıxarmalıyam. Digər Möhtəşəm. dillərdə düşünürəm. Bəli. Bu artıq bu səviyyə məktəb proqramının üstündədir, səhv etmirəmsə. Artıq kifayət qədər Təqribən elə olur. Bəli, kifayət qədər üstünlüyün var və mən inanıram ki, sən bunu da bacaracaqsan. Bizim qızlarımızda Zeynəb, mən həmişə nə ilə maraqlanıram? Məsələn, biz yadındadsa ixtisas seçimi tövsiyə videolarımızda və şagirdlərlə danışanda deyirdik ki, bir B planı varmı? Məsələn, ikinci bir ixtisas ola bilər, ikinci bir bacarıq ola bilər, hobbi. İndi hobbi olan bir şey bilirsən də gələcəkdə maddiyyat baxımından sənə çox yardım edə bilər. Belə düşündüyün hüququn yanında başqa nələrsə var, yoxsa hələ ki düşünməmisən? Elə əsas dil deyərdim. Çünki hal-hazırda demək olar ki, müəllim axtaran tələbələrin hər biri diplom axtarmır. Sırf dil müəllimlərinə söhbət gedir. Əgər təcrübəsi olan müəllimdirsə, artıq sertifikatı varsa və yaxud da danışığı mükəmməldirsə, demək olar ki, uşaqlar onlara yönəlir. Və düşünürəm ki, mən də elə ingilis dilimi və yaxud da öyrənəcəyim digər dilləri inkişaf elətdirərək həm özümə bir hobbi qazanmış olaram. Eyni zamanda oradan maddi cəhətdən də bir şey qazanmış ola bilərəm. Öyrətmək, tədris eləməklə. Yəni bu mümkündür. Əlbəttə, indi mən zənn edirəm ki, bəzi dillər var ki, xüsusən ingilis dili və buna bənzər dillər, onları öyrətmək
indiki imtahan modelinə görə hər kəsin, yəni öyrənən, öz üzərində işləyən çox adamın bacara biləcəyi bir işdir. Təbii ki, bunun üçün mən artıq düşünmürəm. Yəni bu dövrdə elə bir eraya qədəm qoymuşuq ki, həqiqətən nə isə tam bilmək üçün 4 il oxumağına belə ehtiyac yoxdur, gərək öz üzərində çalışasan. Mənim üçün maraqlı oldu. Əslində mən istəyərdim ki, elə sən tərcüməçilik yerinə başqa bir variant seçəsən. 3-cü qrupda da gedib ən prestijli ixtisaslardan birini seçmisən. Ümid edirəm ki, gələcəyi burada parlaq olacaq. Və dedin araşdırma etmirsən. Bu çox önəmlidir. Şagirdlər bəzən gözü yumulu, sadəcə valideyn məsləhəti ilə, yaxud da kimdənsə qulaqdan dolma məlumatla özlərinə aid olmayacaq, gələcəkdə özlərini inkişaf etdirə bilməyəcəyi şeyləri seçir. Amma sənin araşdırmağın o cəhətdən faydalıdır. Araşdırarkən hüquq sahəsini, məsələn, hansı xüsusiyyətlərini düşünürsən ki, hüquqda özünü belə göstərə biləcəksən? Məsələn, bilirsən də insan biraz dilli, dilavər, fəal olmalıdır. Çox belə qəliz bir ixtisasdır mənə görə. Əsas demək olar ki, birinci oxumağı çox sevirəm. Yəni mənim üçün o çətinlik əslində belə problem deyildi. 4 necə oxuyacam deyə düşünmürdüm əsla. Və danışmağı da çox sevirəm. Kontakt qurmağı çox sevirəm. Baxmayaraq ki, belə çox sosial insan deyiləm, amma sosial bacarıqlarım var və düşünürəm ki, onları tətbiq eləmək olar. Və hüququn bu sahəsi məni daha da maraqlandırdı və bilirik ki, hüququn bir neçə qolu var. Yəni hər bir qolu fərqli sahədir və hüququ bitirib daha sonra fərqli ixtisaslara, belə ictimai ixtisaslara yönəlmək daha çox olur. Ona görə düşündüm ki, bu ixtisası oxusam mənim qarşıma yol açıla bilər. Bəli, mən də elə düşünürəm. Çünki hüquq deyəndə çox adamın ağlına ancaq hakim, vəkil gəlir. Amma biz görürük ki, çox şaxəli bir ixtisasdır və dövlət qurumlarında sən yaxşı bir yerdə tuta bilərsən. Oxumağı sevdiyini dedim. Bunu da bir hobbi olaraq saya bilərik də. Yox, bədii əsərlər, tarixi əsərlər belə. Yoxsa sadəcə dərsliklər, elmi ədəbiyyata üstünlük vermisən? Əslində oxumaq deyəndə bu son illərdə o qədər vaxtım olmayıb ki, əlavə kitablar oxuyum. Amma oxumaq deyəndə həm də dərs oxumağı çox sevirəm. Yəni çətinlik məni qorxutmur ki, 4-ü necə oxuyacam, necə əzbərləyəcəm. Bunlar məni iş eləmir, çətinliyə salmır. Yəni prosesdən zövq almağı öyrənmişik bir növ ağrılı, acılı. Bu həqiqətən önəmlidir. Mən həmişə deyirəm, insan ona uğur gətirən bir şey üzərində çalışarkən çəkdiyi əzablara görə lənətlənməməli, şikayət etməməlidir. Çünki demək ki, gözəl bir nəticə əldə edir. Bu çox önəmli bir faktdır. Gördüyünüz kimi indi şagirdlər burada bir dərs də çıxarmalıdırlar. Bəziləri deyir ki, mən 6-cı sinifdən həkim olmaq istəyirəm. Bizim digər şagirdimiz, nəzrinimiz dedi. Mən çox təəccübləndim. Çünki 6-cı sinifdə mən min cür fikirdəydim. Onun o yaşda o fikrin olması çox yaxşıdır. Amma bəziləri də mənim kimi. Anam şərhdə yazıb. Validə bir gün aşpaz, bir gün gəmi kapitanı, bir gün nə bilim hüquqşünas olmaq istəyirdi. Müəllimlik ən axırda. Sən də son anda dəyişdin, amma gördüyün kimi dəyişmək həqiqətən də necə deyərlər, sənin ümumi seçiminə ciddi təsir etmir. Çünki araşdırdın və dəyişdin, seçim elədin. Bu da çox önəmli bir faktdır. Çünki bəzi şagirdlər elə bilir ki, elə məsələn 9-cu sinifdən nəyi seçmişəmsə ondan gedəcəm. Xeyr, təbii ki, dəyişkənlik ola bilər. Mən həmişə 3-cü mərhələdə bizlə bağlı adətimizə görə bilirsən də sual soruşuram ki, şagirdlərə maraqlıdır, məni hardan tapdığın, yəni necə kəşf etdiyin. Çünki bilirsən, gənc müəllimlərə indi güvənmək və prestijli ixtisasa hazırlaşarkən gənc müəllimi seçmək çox adamın elədiyi bir iş deyil, bilirsən. Bəlkə də biz də övladımıza əmanət eləyəndə çox düşünərdik. Sən necə tapdın və sənin üçün bir müəllim necə olmalıdır, yəni araşdırmalarına görə? Deməli, mən 10 sinifin mayalarındaydı. Sizin kanalınızı tapdım. Yəni, digərlərindən fərqli olaraq sizi gec tanımışam. Kanalınıza gec tapmışam. Heç bir uzun videonuza baxmamışdım. Sadəcə short videolarınıza baxmışdım. Və demək olar ki, səmiyyətinizi çox sevmişdim. Oradan da elə WhatsApp kanalınızı tapdım. Ora qoşuldum. Və xatırlayıram, bir gün anamla oturmuşduq. Mən sizin WhatsApp kanalınızda gəzinirdim. Sonra sizin elanınızı gördüm. Dərs elanınızı. Və səsli şəkildə dedim ki, kaş ki müəllimə qoşula bilsəydim. Bunu dilə gətirdim. Anam dedi ki, bəs niyə də olmasın? Sən müəlliməyə yaz, bəlkə qeydiyyat hələ də açıqdır. Düşünürdüm ki, qeydiyyatın bitməsinə az qalıb deyə, ola bilsin ki, götürə bilməzsiniz məni. Nəysə, yazdım. Yəni, bir sözlə sizi heç araşdırmamışdım. Əsas nəticələrinizi görmüşdüm və səs tonunuzdan deyək ki, güvəni vermişdiniz mənə ki, bu müəllim məni azlaşdıra biləcək. Və yazdım, həqiqətən də oldu. Yaxşı ki də oldu, çünki yoxsa ürəyimdə qalardı bu istək.
və müəllim axtarışında əsas axtardığım özəlliklər, əgər sizi daha çox tanıma şansım olsaydı, hal-hazırda bəlkə bəzi şagirdlər var ki, özəlliklərinizi bilmək istəyir, niyə bu müəlliməni seçim demək istəyir. Mən həmişə düşünürəm ki, keyfiyyət kəmiyyətdən üstündür. Bu mənim üçün hər bir fəndə, hər bir sahədə önəmli bir mottodur deyək. Səbəb necədir? Biz dərslərə qoşulanda bəzi müəllimlər kimi, məsələn, 10-20 dərs vəsaitdən istifadə eləməmişik bəlkə, amma bu demək deyil ki, biz dərsimizi faydalı keçirməmişik. Və dərs düzgün strategiya ilə qurulanda, əgər düzgün bir planla qurulursa, düzgün yolda qurulursa, o dərsin nəticəsi hər zaman faydalı olur. Yəni mən düşünmürdüm ki, bu müəllim mənə 20 test kitabı işlətməlidir, ona görə bu müəllim savadlıdır, bunu axtarmırdım. Yenilikçi bir müəllim axtarırdım və belə müəllim də qabılıma çıxdı. Bəli, razıyam. İndi valideynlər və şagirdlər adətən biraz gözün boyanmasına necə deyərlər, uyğundur. Sən ona desən ki, mən sənin şagirdinə, övladına daha dəqiq filan qədər iş gördürəcəm, bu təbii effektiv deyil. Çünki insan elə bir varlıqdır ki, onu fiziki, mənəvi cəhətdən yükləmək heç vaxt effekt vermir. Məsələn, tənqidlər mən artıq düşünürəm, heç bir effekt vermir. Son zamanlarda oxuduğum kitablar, pedaqoji fəaliyyətimə qatmaq istədiyim şeylər. Və insan zamanla özünü inkişaf etdirərkən başa düşür ki, hər tədris ilində şagirdlərə necə yanaşmaq lazımdır. Mən çox sevinirəm ki, şagirdlərimizin hələ ki bir qismi, yəni böyük bir qismi bizi özü tapıb, özü seçib. Önəmli olan həmişə deyirik, valideynin yox, məhz şagirdin bizi bəyənməsidir. Çünki mən ona dərs deyəcəm. Nəhayətində onunla bir prosesə başlayacaq. Müəllim kriteriyalarında, yəni ki, sən şeyə baxmırsan ki, bu mənə nələr işlədəcək. Baxırsan proqrama, necə deyərlər, interaktivliyə, sıxılmamağa dərs prosesində. Bu da çox önəmlidir ki, izləyicilər buradan da özlərinə müəllim seçimində bir şey qoya bilərlər. İndi məsələn, validənin deyək ki, 35 mindən çox abunəsi varsa, o demək deyil, hamı validəyə gəlməlidir, başqa bir müəllimə getməlidir. Bunlar hamısı təbii ki, bir kəmiyyətdir. Sən sadəcə baxmalısan, sənin üçün uyğun olub olmayana. Ümid edək ki, uyğun olar hər zaman, belə razı qalarlar. Gözəl. Növbəti sualım daha çox nə ilə bağlıdır? Məsələn, Zeynəb, sən dedin ki, tarix və s. kimi fənlər yeri gələndə problem yaradır. Və bir şey problem yaradanda bizə çətin prosesdə vaxt az qalıb, adətən vaz keçməyin eşiyində oluruq və düşünürük ki, ümumiyyətlə bacarmayacağıq. Belə hisslər sənə gəlirdimi? Ümumiyyətlə bunlarla gəlsə necə bir mübarizə aparırdın? Əslində, təbii ki, bu hissləri hər abituriyent kimi mən də yaşamışam. Və bəzən düşünürdüm ki, bəlkə də heç olmayacaq, bacarmayacam. Çünki tarixdən həqiqətən çox zəifliyim var idi. Yəni bunu müəllimim də bəlkə fərq eləyərmiş ki, amma nəticə etibarilə hər şey yaxşı oldu. Əslində belə xüsusi elədiyim bir metod yox idi. Yəni sırf dərsdən zövq almaq, yəni xaricində. Çünki sevirdim dərs oxumağı həqiqətən də. Baxmayaraq ki, 11-cidə çox yorulurdum dərs oxuyarkən, bəzən həqiqətən də buraxmaq istəyirdim ki, oxumaq istəmirəm. Amma bu biraz mənim xasiyyətimlə də əlaqəlidir ki, mən söz götürməyi sevmirəm. Məsələn üçün, əgər bir müəllimənin dərsinə qoşulmuşamsa, sona qədər o müəllimənin dediklərini eləyib, tam güvənlə davam eləməliyəm yoluma. Yəni düşünmürdüm ki, bugün dərs oxumuyum, onsuz da müəllimə deyərəm ki, dərs oxumamışam, hazır deyiləm. Bu sözlər məni həmişə qıcıqlandırır. Xoşuma gəlmir heç bir şəkildə bu sözdən istifadə eləmək. Elə ağlı yağda olsa oturub dərsimi oxuyurdum ki, bir də dərsə hazır olum ki, bu qabağıma qoya bilim müəlliməni. Bəli. Bu önəmli bir xüsusiyyətdir, Zeynəb. Bu xüsusiyyət hər adamda olmur. İndi əzm, iradə hamıda ola bilər, formalaşdıra bilər, amma o prosesdən zövq almağı bacarmaq çox böyük bir qabiliyyətdir mənə görə. Və inanıram ki, universitet həyatında da bu sənin əlindən çox tutacaq. Çünki bilirsən də indi şagirdləri dərs başında tutmaq, onlara xidmət göstərən bir insan olaraq deyə bilərəm, çox çətinləşib. Get-gedə şagirdlərimizin diqqət səviyyəsi azalır. Bunun da təbii ki, bir səbəbi nədir? Sosial şəbəkələr. Bəs sənin şəxsi idarə etmən necə idi? Məsələn, ümumiyyətlə bəzi şagirdlər var ki, telefonu yoxdur, yaxud da var, amma tamamilə limitlə istifadə edir. Bəziləri də çox rahat, qadağa qoymur, amma bacarıblar. Bu barədə nə deyə bilərsən? Sosial şəbəkələrdən yalnız WhatsApp, Telegram və YouTube-dan istifadə edirdim. Digərini açmamışdım. Düşünürdüm ki, yetərim zaten bunlarla vaxt keçirirəm. Onlar da üstəgəl olsa, yəni vaxtım daha çox gedər, elə düşündüm.
Limit qoymağa gəldikdə isə əslində bu insan öz iradəsindən asılıdır. Mən yalan nə deyim, hər üç şəbəkədən də istifadə eləmişəm. Yeri gələndə dərs üçün, yeri gələndə dostlarımla yazışmaq üçün, yeri gələndə başqa bir şey üçün istifadə eləmişəm. Əsas təbii ki, insanın məqsədin olmalıdır. Əgər bir insan məqsədi olduğunu bilirsə, məcburdur ki, o durub dərs çalışsın, məcburdur ki, telefonu kənara qoysun. Çünki məsuliyyətli olan bir insan başında kimsəyə ehtiyac duymuyor ki, ona baxsın, onu nəzarət eləsin ki, bu insan bir şey eləsin. Yeri gələndə, məsələn, çox motivasiyadan düşəndə YouTube-da hədsiz vloqlar var, dərs vloqları, onlara baxırdım və düşünürdüm ki, istədiyim həyatı yaşayan insanlara baxdıqca mən də motivasiya oluram və daha da həvəslənirəm dərs oxumağa. Əslində bu hər insanın özündən asılıdır. Hər insan fərqli cür düşünür. Hər insan fərqli cür özünü idarə edir. Bəziləri limit qoyur. Düz bəzən olurdu ki, telefona girirdim, 2 saat telefonda məşğul olurdum. Bu normaldır. Hər insanın fərqli günləri ola bilər. Bəzi günlər bütün gün çalışırdım. Bəzi günlər 1-2 saat çalışmaqla kifayətlənirdim. Bu olduqca normaldır. Amma insan mütləq limit qoymağı bacarmalıdır özü üçün. İradəli olmalı. Mən də bununla razıyam. Bax, burada önəmli məqam nədir? Şagirdlər nədən dərs çıxarmalıdır Zeynəb? Deyirsən ki, bəzi günlər tam çalışırdım, bəzi günlər 1-2 saat, amma yenə də davam edirdim. Bizdə amma şagirdlərin bəzilərinin beyni necə işləyir? Mən bütün gün 5 saat qoymuşamsa 5 saat işləməliyəm. Vəssalam. 5 saata çatmadılarsa, yaxud limitlə qoyduqları o test sayına çatmadılarsa, tez intizamsız olduqlarını düşünürlər, motivasiyadan düşdüklərini. Bax, burada Zeynəbin dediyi uşaqlar bizim üçün ona görə önəmlidir ki, məsələn, gün ərzində sən deyə bilərsən ki, mən 200 dənə test işləyəcəm, fərqi yoxdur fənnin. Bir gün gəldi, elə oldu ki, heç deyək ki, həvəsin olmadı. Amma yeri gəlsə 10 dənə bacarsan, 200-dən 10-unu işlə. O belə böyük bir, belə deyək, insanda iradə yaradır, əzm yaradır. Amma bəzi uşaqlar belədir ki, ümumiyyətlə eləmirlər. Məsələn, bir gün 200, 200, 200 gəlir, sonra vəssalam, dayandı. Niyə? Çünki motivasiyadan düşür. Benzinlə çalışmırıq ki biz və yaxud robotda deyilik. Zeynəbin də dediyi kimi bəzi günlər ola bilər ki, ümumiyyətlə həvəsimiz olmasın, bəzi günlər telefona qurşana bilərik. Mən özüm də şəxsi fəaliyyətimdə çox problem yaşayıram. Mənim də diqqət pozuntum var. Ona görə də mənə belə çətin gələn proseslər var. Yəni burada ona diqqət edin. İkinci Zeynəb dedi vizuallaşdırma. Yəni uğur qazanmış insanlara baxır, yaxud ümumiyyətlə dərs çalışan insanlara baxıb motivasiya alırsan. Bu vizuallaşdırma məncə də çox önəmlidir. Digər qızlarda da bu xüsusiyyəti gördüm Zeynəb. Səndə biraz fərqli idi, onlarda biraz fərqli. Çünki sən son anda ixtisas dəyişdin, bəlkə indiyə kimi özünü hüquqşünas kimi təsvir eləməmsən. Onlar təsvir eləmişdi bəziləri. Amma məsələn, səndəki vizuallaşdırma bu cür işə yaradı ki, sən motivasiyadan düşdüyün anda yaxşı həyata bir baxırsan, deyirsən, mən burada olmaq istəyirəmsə, mütləq nə etməliyəm, öyrənməliyəm, baxmalıyam. Bu da gözəl bir texnikadır ki, bunu altını xəttləmək mən istədim. Deməli, biz öyrəndik ki, Zeynəb dar günlərdə bir növ neynirdi. Belə xüsusi bir ritualımız, belə deyək də, necə deyərlər, totem deyirlər, ritual deyirlər, adət deyirlər. Belə bir anlayış var mı səndə ki, məsələn, canım sıxılanda və yaxud dərslərə fokuslanmaq istəyəndə bunu edib? Elə bil ki, dərslərə fokuslanmaq üçün mən çox zaman motivasiyaya ehtiyac duyurdum. Yalan nə deyim. Bəzi insanlar çox disiplinlidir, həddən artıq disiplinlidir və baxmayaraq ki, yəni hər gün də durub çalışa bilirlər. Amma mən hər zaman belə olmurdum. Bəzən olurdu ki, həqiqətən də heç bir şəkildə dərsə otura bilmirdim. Buna görə də məncə özünüzə dərs yoldaşı tapmaq çox yaxşı bir şeydir ki, biz məşğələdəki uşaqlarla, məsələn, bütün rəfiqəmlə birlikdə çalışırdıq. Bəzən o gecə o yata bilmirdi, mən yatmırdım, birlikdə dərs oxuyurduq. Mən motivasiyadan düşəndə o mənə dəstək verirdi, o düşəndə mən ona dəstək verirdim. Bu günlərdə o işimə həqiqətən də yarayır. Çünki bəzən həqiqətən də heç bir şəkildə otura bilmirsiniz, heç bir şəkildə dərs çalışa bilmirsiniz. Məcbursunuz ki, dəstək olasınız kimsə və abituriyentin halından ən yaxşı elə bir abituriyent anlaya bilər, deyə düşünürəm. Məncə də. Məsələn, mən durum burada Zeynəb, hamıya ayrı-ayrı məsləhət verim. Mən bir dənə öz fənnimi bilirəm, amma sən tarix, ingilis dili, riyaziyyat hamısının yolundan keçmisən. Təbii ki, bir şagirdə ən gözəl elə həmin şagird eyni yolu getdiyi adam başa düşəcək. Bu çox önəmlidir. Və dedin ki, dost tapırdın özünə. Belə Google Meet-də, belə proqramlarda biz birləşib belə görüşüb dərs edirdik, yoxsa əyani olaraq görüşürdün dərs eləmək üçün? Əslində əyani məşğələdən getdiyim, tanıdığım insanlar idi demək olar ki, elə WhatsApp daxili, yəni əlavə proqramdan istifadə eləmirdi. Elə WhatsApp daxili birlikdə, yəni hiss elətdirdi ki, orada da mən burdayam. Birlikdə dərs çalışırdıq.
Nə Yəni gözəl bu şəkil. üsuldur. Məncə də bunu eləmək olar. Mən özüm də bir ara belə fikirdə idim ki, şagirdləri başıma yığım, sırf çalışmaq. O study videoları olur, uzun uzadı 2 saat, 3 saat. Çox maraqlı texnikadır ki, insanlar özlərinə bir yoldaş tapmalıdırlar. Mənim də hər zaman deyirəm, əziyyət çəkdiyim şey nədir Zeynəb? Tərəfdaş tapmaq. Çünki gənc yaşda məsələn sən indi uğur qazanmısan artıq. Bu sənin ilk uğurundur və inanıram ki, universitetdə və sonrakı dövrdə ardı gələcək. Hər zaman belə özünə, belə deyək, səni motivasiya edəcək, səninlə bir yolu gedəcək, eyni əqidəli bir insan tapmaq səni o yolda xeyli qabağa salır. Amma deyirlər, insan öz çevrəsinin necə deyərlər, ortalamasıdır. Biz 5 dənə səfeh, üzr istəyirəm, insanla otursaq onun tayı olacaq. Oxuyanla, intellektualla otursaq onun fərqli versiyası olacaq. Deməli Zeynəb, mənim qızlarımızda indi davamlı gedir də, səndən sonra üç qızımızı da qonaq edəcəyik. Gördüyüm bir xüsusiyyət var. Özünü ifadə etmə qabiliyyəti yaxşıdır. Səndə də, digərlərində də. Yadındadırmı o bir ötən illərdə bəlkə görəsən yüksək bal toplamış bir şagird robot kimi danışırdı. Mən həmişə bunu deyirəm. Sosial bacarıqlar zəif, nitq zəif, sadəcə test işləməklə məşğuldur. Belə bacarıqları, bax dedin ki, mən necə deyərlər, introvert bir insanam da, belə özünə qapanıq. Mənim kimi sosial dostların azdır və yaxud ümumiyyətlə mənim kimi yox. Belə olanda özünü necə inkişaf elətdirirsən? Məsələn, indi bəzi uşaqlar düşünür ki, 600-dən yuxarı bal yığmaq üçün robot kimi ancaq oturub testi işləməlisən, nəfəs almadan. Əslində özümü məcbur edirəm biraz gündəlik həyatımda. Məsələn, məşğələlər əyani getdikdə ki, məşğələm əyani idi məsələn üçün məcbur idim ki, mən kontakt quram insanlarla, məktəb olsun, müəllimlərim olsun. Yəni artıq məcbur olaraq onlara ünsiyyət qurmağa çalışırdım. Belə qaldı ki, nitqi inkişaf elətdirmək, deyək ki, sərbəst, axıcı danışmaq daha çox oxuyanla gəldi deyərdim bu. Səsli oxumaq və yaxud da çoxlu kitab oxumaq bu əslində insan nitqini çox inkişaf elətdirir. Yəni bəzən biz çox düşünürük danışan zaman, çox şey eləyirik, dururuq, sonra düşünürük. Amma kitab oxuyanda istərsiniz oradakı axıcılığı özümüzə götürürük, o axıcılıqla bir danışmağa başlayırıq. Və deyərdim ki, daha çox səsli danışmaq. Məsələn, bəzi günlər olur ki, oturub güzgü qarşısında saatlara danışdığım vaxtlar olurdu. Tarix dərsi olsun və yaxud da hər hansı bir dərsi müəlliməyə təhvil eləmişdən qabaq özüm danışırdım. Sonra onu müəlliməyə təhvil verirdim. Bunlar da çox kömək oldu əslində ki, mən həm nitqimi inkişaf elətdirim. Çünki bir artıq müddət ərzində mən çox tez danışmağa başlamışdım, sırf tarix üzündən. O qədər tez oxumağa çalışırdım ki, axırda çox sürətli danışırdım. Bəzən qarşımdakılar məni anlamırdı. O səbəbdən də yenidən nitqimi özünə gətirmək üçün bu üsuldan istifadə edirdim ki, yavaş-yavaş oxu, yavaş-yavaş danış, eyni zamanda qarşındakını sıxılmadan dinlətdirməyi bacarmaq. Bu çox önəmli bir şeydir. Bəli, mən də elə düşünürəm. Mən məsələn uşaq olanda televizora çox baxırdım. İndi mənim uşaq olduğum dövrdə YouTube və s. bu qədər inkişaf etməmişdi və telefonlarımız da çox belə yaxşı telefonlar deyildi. Və müxbirlərin danışığına qulaq asaraq oradan nəsə özümüz üçün pay götürürdük. Çox maraqlı bir üsuldur ki, kitab oxumaq da həqiqətən, xüsusən səsli, amma səssiz yox. Səssiz kitab oxumağı mən o yerdə tövsiyə edirəm ki, özün üçün oxursan. Amma nitq üçün səsli oxumaq həqiqətən dediyin kimi vacibdir. Mən çox sevinirəm ki, qızlarımız bu cür danışa bilirlər, özlərini, fikirlərini rahat ifadə edə bilirlər. Çünki bəzi insanlar elə bilirlər, həyat ancaq dərsdən, kitab, dəftər üstündə yatıb durmaqdan ibarətdir. Belə müəllimlərimiz də var. Mən ona da xoş baxmıram ki, müəllim də öz həyatı ilə örnək olmalıdır. İndi mənim kimi biraz ekstremal idmanla çox da məşğul olmasaz da olar. Amma ən azından buna riayət eləmək yaxşı olardı. Deməli, Zeynəbim, mən öyrənmək istədiyim bir digər məsələ nədir? Məsələn, buraxılışa qədərki dövrdə qısa məsələn nələr edirdin və bir də blok. Bəzi şagirdlər bilirsən də blok fənlərini buraxılışa yaxın ümumiyyətlə dayandırır, tarix və ədəbiyyat məsələn. Məsələn, Nəzin 4-cü qrupdur, bizim Abıyeva olan. O dedi ki, böyük bir xətadır. Digər qızlarımız 3-cü qruplar da dedi, böyük bir xətadır. Sən nə düşünürsən bu barədə? Mən də eyni şəkildə düşünürəm əslində. Çünki insan istər-istəməz, məsələn üçün uzun müddətli yaddaş var, bir də qısa müddətli yaddaş var. Məsələn üçün bəzən biz dərsləri öyrənirik, amma mən bir ay təkrarlan alsam o dərsləri yadımdan çıxacaq. Amma bəzən olur ki, bir dənə düstur öyrənir, onu 2-3 ay tətbiq eləyə bilirik. Bu əslində insana dəyişən bir şeydir. Amma
insan mütləq ki, hər ikisinə diqqət eləməlidir. Onsuz da bilirəm ki, buraxışdan sonra mənim fənlərim azalacaq, yetərincə bloka vaxt ayıra biləcəm. Amma yenə də bloku o ərəfədə boşlamaq düzgün olmazdı. Çünki əgər onu buraxsaydım, demək olar ki, hal-hazırda bu nəticəni əldə edə bilməzdim. Məsələn, tarix müəllimimiz az dərs verirdi buraxılış üçün ki, məsələn üçün bu dərs sadəcə oxuyun, məsələn sual-cavab eləyəcəm və yaxud da ki, mən bəzi əsas məqamları qeyd eləyəcəm. Amma ən azından o 2 cümləni də o sortda oxuyurduq ki, qoy müəllim bilsin ki, biz dərsə hazırıq, dərsi oxumuşuq. Bu mütləq ki, önəmlidir. Çünki istər-istəməz unuduruq. Məsələn üçün 2 gün təkrarlamayacaqsan, tarixdən bir mövzunu unudacaqsan və yaxud da ki, gələcək ədəbiyyatdan bir əsəri unudacaqsan. Mütləqdir. Eybi yox. Bir yarım saat, 40 dəqiqə də olsa gün ərzində göz gəzdirmək də olsa mütləq ki, olmalıdır ən azından. Bəli, mən də elə düşünürəm. Yadındadsa biz ədəbiyyatda ən çox çətinlik çəkilən əsərlərin üstündə son anda durduq. Çünki təbii proqramın hamısını versək, onu buraxılış fənlərindən fərqli olmayacaq. Şagird də ciddi əziyyət çəkəcək. Çünki onsuz buraxılış müəllimləri həmişə fənləri, daha doğrusu dərs saatlarını artırır. İstər-istəməz əlavələr falan insanı yorur. Deməli, bu il sizdə ingilis dilində esse falan da var idi, yox? Yoxsa mən səhv bilirəm? Bəli. Bəli, bu Var ilk idi. dəfə sizə tətbiq olundu elə? Əslində bizim 9-da da var idi. Səhv Ya xatırlamıramsa. 11 Bəli, bazadan var ilk idi. sizə düşdü, amma 9-da başladı, Ha, 11-də bəli. də. Bu ingilis Düzdür. dilində vəziyyət necə idi? Daha öncə heç bir qızımızdan soruşmamışam. İndi mənə şəxsən maraqlı gəldi. Səndə çünki ingilis dili daha fərqlidir. İngilis dilini əslində öyrənməyə özüm başlamışam. 5-ci sinifdən başlamışdım. Yəni heç bir şəkildə valideyn təzyiqi falan yoxdur. Özüm düşündüm ki, gələcəkdə mənə dil həqiqətən çox kömək ola bilər və bu yaşımı çox yaxşı dəyərləndirməliyəm. Düzdür. Elə o vaxtdan başladığımda hələ də davam edir bu öyrənmə, amma ən azından 5 və 8 arası mən ciddi bir dərs oxumamışam. Sadəcə olaraq ingilis dilindən videolar baxmaqla, dinləməklə, yazmaqla, öz fikirlərimi inkişaf elətdirməklə dil bazamı inkişaf elətdirmişəm. Amma artıq 8-ci sinif sonundan 9-dan başlayaraq artıq demək olar ki, mən məşğələyə getmişəm. O zaman da qrammatikamı gücləndirmişəm və qrammatika, deyək ki, sayda qrammatika öyrəndinsə artıq demək olar ki, danışmaq mümkündür. Və söz bazamı daha çox elə o ərəfədə artırmışam. Yəni baxmayaraq ki, o vaxtdan başlamışam, 9-dan bəri daha çox inkişaf elətdirmişəm özümü. Bəli, mən onunla razıyam ki, hazırlığa da 5-ci sinifdən başlamağın mənası yox. Az qala bəzi valideynlər 5-ci sinifdən uşağı gözünü Bəli. açan kimi hazırlığa qoyur. Amma razıyam. Məktəb dərsliyi elədi ki, biz nə qədər məktəbdəki prosesi indi bəzi müəllimlərin dərs keçməməyini, bəzi məsuliyyətsizlikləri qınasaq da, proqrama uyğun gedən şagird bir təməl formalaşdırır və sonra da onun üçün həqiqətən 9, 10, 11 olduqca rahat keçir. Bəs səncə, məsələn, bizə çox sual gəlir, son şərhlərdə mən görürəm, uşaqlar soruşur. Deyir ki, məsələn, bir uşaq yazıb ki, mən demək olar ki, oxumamışam, indi 11-ə keçirəm, utanmaz 600-dən yuxarı bal istəyirəm. Belə bir suala necə cavab verərdin? Səncə bir ilə bu mümkün olar? İndi mən öz fənnimdən deyərəm ki, mən öyrədərəm, mənə problem deyil. Sən ümumi nə düşünürsən? Amma bir dənə mənim fənnimdən ibarət deyil axı bu imtahan. Bəli, əslində düşünürəm ki, blok hazırlığını həqiqətən də mümkün. Çünki xatırlayırsınız ədəbiyyatı mən demək olar ki, yay qruplarına qoşuldum, sonra bir müddət artıq deyək ki, sürət qruplarına qədərki müddətdə qoşula bilmədim, dərs saatlarım üstə düşürdü deyə. O ərəfədə düzdür, özüm oxuyurdum, amma o qədər diqqət eləyə bilmirdim. Baxmayın, dərs ayrı, özüm oxumaq ayrı və deyərdim ki, son ay o sürət qrupu məni bütün bazanı təkrarlatdırdı və başdan hər birini əzbər öyrəndim. Tarixdə deməzdim ki, çox mümkündür, çünki biraz 150 mövzunu çatdırmaq asan iş deyil. Gələ əvvəl məktəb həyatına həqiqətən çox yaxşı olsun ki, məsələn, tarixdən bazan olsun, bunu eləyəsən. Amma buraxılışı düşünməzdim ki, son billə saxlamaq məntiqli qərardır. Çünki istər-istəməz ingilis dili və yaxud da ki, Azərbaycan dilinin buraxılışı, riyaziyyat fərq eləməz. Bizə tələb edir ki, təməl bilikləri mütləq ki, bilək. Yəni, məsələn, biz hazırlığa gedəndə üstündən keçirik artıq ki, bunu bilirdiniz, məktəbdə öyrənmişdiniz, üstündən keçirik ki, artıq bu belə. Amma blok hazırlıqları tam fərqlidir. Düşünürəm ki, buraxılışı saxlamaq düzgün bir qərar olmaz. Təbii ki, məsuliyyətli olan insan əgər gecə-gündüz oxumağa söz verəcək sözünə bunu bacara bilər, amma blok həqiqətən də mümkündür. Bəli.
Razıyam mən də ki, həqiqətən ümumiyyətlə 5 fənnin 5-indən də uğurlu olmaq istəyirsə bir adam 600 yuxarı artıq bu deməkdir ki, sən demək olar hərəsindən bir 90-dan yuxarı bal toplamalısan ki, buna gəlib çıxasan. Biraz mürəkkəbdir. Bəzi şagirdlərimiz bilirsən, möcüzələrə çox inanırlar. Amma bilmirlər ki, bu möcüzənin baş tutması üçün ideal müəllim və ideal bir xarakteri xüsusiyyət olmalıdır insan özündə. Gedərlər ən yaxşı müəllim taparlar, ən təcrübəli. Amma sən özündə bəzi xüsusiyyətlər olmasa, təbii bu çətin bir məsələdir. Bəli. Önəmli suallardan biri də nədir? Məsələn, sən bu müddəti danışdın. Şagirdlərin bilirsən də bu il buraxılış üçün böyük bir şok yaşadı şagirdlər. Əslində çətin sual yox idi. Özün də bilirsən ki, hər tip sualı biz keçmişdik, hətta paylaşmışdıq da. Amma bir dənə şeydə, bir dənə sualda 2 dənə, 3 dənə fərqli cavab istəməkləri artıq bu imtahanda müddəti nə etdi? Uzatdı. Mətnlərə ayrılan vaxtı xüsusən uzatdı. Burada imtahan nəticən məsələn buraxılışdan sonra razı qaldın, yoxsa daha yaxşı ola bilərdi? Məncə hamı deyər ki, daha yaxşı ola bilərdi. Necə toparlandın o vəziyyətdə? Deyək ki, hədəf 300 qoymuşdum. Çünki həqiqətən sınaqları tam yaza bilirdim və düşünürdüm ki, heç bir zəifliyim yoxdur. Və hər bir sınağa gedəndə düşünürdüm ki, artıq bunları həyəcanlamadan keçə bilirəmsə, real imtahanda da həyəcanlanmayacağam. Bu qədər əmin idim, bu qədər rahat idim. Amma elə olmadı. İmtahanda deyək ki, sualları yaza-yaza getdim. Ən sonunda bir yarım saat qalmış. Mən əməlli başlı stresə düşdüm. Düşündüm ki, heç bir şey eləyə bilməyəcəm. O səbəbdən də hətta bəzi sualları yarımçıq saxlamışdım, yaza bilməmişdim və məcbur qaldım ki, məsələn üçün riyaziyyatın 3 sualını fəda edeyim digər fənlərin suallarına. Buna məcbur qaldım. Və buraxılışdan sonra gördüm ki, vəziyyət hamıda eynidir. Əslində bu biraz məni rahatlatdı ki, tək deyilmişəm ən azından. Bizdən əzab çəkmirəm. Düzdür, əslində hər şey elə eləmişdim də, yəni kaş ki deyə bilmirəm. Çünki elə biləcəyim hər şeyi qətlən eləmişdim. Çalışmışdım, oxumuşdum, sınaqlar hər birini işləmişdim. Amma artıq məndən asılı olmayaraq stresə düşdüm və bəzi sualları məcbur qaldım ki, ortadan çıxarım, fəda eləyim onları digər sualları eləmək üçün. Bəli. Bəs bu müddətdə necə toparlandın? Çünki bilirəm ki, o bir təsəllidir ki, sadəcə səndə problem deyil. Ümumiyyətlə səndə problem yoxdur. Sən savadlı insansan. Amma o vaxt mən razıyam ki, bu ildim həqiqətən bizi təəccübləndirdi. Çünki bizə o mühiti hazırlamaq üçün. Mən indi sizə vaxtla test işlədirəm. Yadınızdadsa bas-bas bağırırdım. Riyaziyyatda vaxtla olmalı, ingilis dili də. Amma çox təəssüf hər müəllim belə etmirmiş. O da mənim fənnimə də təsir edir. Mənim fənnim başqa fəndən və beləcə problem. Bəs yaxşı, bu stressdən necə qurtulub? Sən ikinci cəhdə getmədin də, düzdürmü? Birinci cəhdən elə məsələni bağladın, 2 ayda tez toparlandın. Əsas məsələ burdadır. Əslində deyək ki, mən zaten buraxılışdan elə verən gün qərara gəldim ki, artıq da olan olub, keçən keçib, mən bir şey dəyişdirə bilməyəcəm, bunu bilirdim. Amma şükür edirdim ki, 250-dən az idi balım, ona yuxarı olduğuna görə şükür edirdim. Biraz da ona görə. Toparlamağa deyəndə ki, zaten məcbur idim toparlamağa, çünki dərslər başlayırdı və düşünürdüm ki, artıq bunu özüm toparlaya bilməsəm, blokumu vəbşə batıra bilərəm və blokum da pis olsa, nəticə etibarilə mən yaxşı bal toplaya bilmərəm. Ona görə də məcbur qalaraq həqiqətən də, məsələn, ilk bir həftən demək olar ki, heç bir şey eləyə bilməmişəm. İkinci həftə artıq yavaş-yavaş toparlanmağa başladım və belə, dərslər başladı, mən də özüm toparlamağa çalışdım. Bəli, o bir neçə həftədə toparlanıb, bir aydan onda belə çıxır ki, tam 2 ay yox, imtahana bir aydan bir neçə gün, belə deyək, çox bir müddətdə tam hazırlaşmısınız bloka. Bu böyük bir güclü. Yenə də biz hər zaman deyirik, buraxılış nəticəsi və buraxılış imtahanı şagirdlərin motivasiyasını bəzi hallarda sala bilir. Lap belə yaxşı yazsan belə, necə deyərlər, düşünürsən ki, hər şeyi daha yaxşı edə bilərdin. Şagirdlərimiz özlərinə qarşı biraz amansız olurlar, mən onu müşahidə edirəm. Amma çox gözəl ki, həqiqətən sən qısa müddətdə toparlanmısan və heç ikinci cəhdə ehtiyac duymamısan. Amma məncə siz, məsələn sən, sonra Selcan ikinci cəhdə tam rekord etdi, onun birinci cəhdi də gözəl idi. Və Nəzmin Məhərrəmova da ikinci cəhdə getmədi. Məncə getsəydiniz 650-dən də yuxarı olacaqdı, mən belə düşünürəm. Çünki həqiqətən bizim ikinci cəhd proqramımız çox fərqli oldu. İstifadə etmədiyim sxemlərdən, cədvəllərdən, daha bilirsən də ikinci cəhd həmişə çətin olur. Olmalıdır da, çünki ona bir ödəniş edirlər. Amma mən inanırdım ki, siz oraya getsəydiniz çox daha fərqli ola bilərdi. 650 plus gözləyirdim. Sadəcə olaraq 651 olmalıdır əslində balım. 15 bal kəsintisi yaşadım.
Tarixdən situasiyalarıma bal verilmədi, apellyasiya verdim, yenə də baxılmadı həmin suallara və öyrəndim ki, mən bir sualı köçürmə səhv eləmişəm. Ədəbiyyatdan da situasiyadan bir sualım kəsilmişdi. Ona görə də 15 balım ortada getdi. Əslində 651 balım olmalı idi. Qismət olmadı. Qismət təbii ki, amma şükür ki, istədiyin yerə məncə çatmaqda heç bir problem etmir bu. Bəs hansı universiteti seçmisən? Nəzrin demişdi, mən ADA Universitetini istəyirəm birinci, o olmazsa Bakı Dövlət ola bilərdi. Mən də elə Bakı Dövlət yazmışam birinci yerə. Bizim Bakı Dövlətdə o qədər indi ikinci, üçüncü kursa keçən hüquq tələbələrimiz var. İnşallah gedəndə orada görəcəksiniz. İnanıram ki, çox gözəl olacaq. O boyda universitetdə bizim dəyərli şagirdlərimiz hamısı tələbə olub, yığışıblar. Çox sevindirici bir hal. Demək, İzləyicilərimizdən gələn də suallar var Zeynəb. Yenə də deyirəm, çox mən məyus oldum nəyə görə? Dərin sual verən çox azdır. Hamı deyir vəsait. Nə vəsait? Onu mən deyəcəm. Şagirddən nə istəyirsən? Sən yolu öyrənmək üçün çox daha səviyyəli suallar verməlisən. Ona biraz incidin. Amma indi videonu izləyənlər suallar yazmağa başlayırlar. Sizə də yəqin ki, sual ünvanlayan olacaq. Onda xahiş edəcəm ki, sən özün cavablaya bilərsən, vaxt ayırıb. Deməli, izləyicilərimizdən gələn sual budur ki, bəs birinci bu təkrar məsələsi. Şagirdin biri yazıb dərsləri hər gün bir təkrar edir. Bu məncə çox qeyri-adi sualdır. Çünki belə bir şey məncə mümkün deyil ki, hər gün təkrara vaxt ayırasan. Və üçüncü qruplara, məsələn, 3 qızıl qayda və yaxud beynində neçə bir rəqəm olur olsun. Məsələn, məsləhət vermək istəsəydin və öz səhvlərindən də yola çıxaraq. Məsələn, Seycan dedi ki, mən əyani hazırlığa getməzdim, çünki yolda vaxtım çox gedir. Sənin də o etdiyin səhvlər varmı? Varsa, məsələn, nə məsləhət görərdin sənin yolunu gedəcək şəxslərə? Əslində səhv deyəndə mən ən böyük səhvim onun içində tarixi boşlamağım oldu. Bu ən böyük səhvimdir. Amma belə geriyə baxanda düşünürəm ki, həqiqətən də hər şeyi əməlləməyə çalışmışam. Həqiqətən də hər şeyi yerinə qoymağa çalışmışam. Məsləhətlər deyəndə ki, mənim bir neçə tövsiyələrim ola bilər ki, mən bunlar həqiqətən özüm imtahan müddətində çox istifadə eləmişəm. İlk olaraq deyərdim ki, beyninizi sürətli işləməyə alışdırmalısınız. Bu mütləqdir. Bu əslində mənim ingilis dili məşğəlindən irəli gələn bir şeydir ki, mən elə ki, gec başladım məşğələyə 9-cu sinifdə xatırlayıram və mənim çatdırmalı olduğum lüğət bazası var idi. Məcburdum ki, mən bu lüğət bazasını çatdırım. Və bəzən oldu ki, müəllim gündə 5-6 səhifə lüğət verirdi. Və mən göz yaddaşımı buna inkişaf elətdirdim əslində. Gördüm ki, müəllim bizə bu təzyiqi verməklə əslində bizi inkişaf elətdirirmiş. Biz hətta çox vaxt marşrutda öyrənirdik, deyək ki, dərslərimizi, lüğətimi orada öyrənirdim. Və əsla mən oxuyarkən ağzımla oxumuram, deyək, gözümlə oxumağa çalışıram. Hər bir kitab olsun, dərs olsun, fərq eləməz hər biri. Və bu zaman göz yaddaşımı inkişaf elətdirmiş oluram. Məsələn üçün qoyurdum bir dəqiqə vaxt, bir dəqiqə ərzində mən bu 5 sözü mütləq əzbərləməliyəm, hətta 10 söz əzbərləməliyəm. Bu 10 sözü bir dəqiqə ərzində həqiqətən çatdırırdım. Yəni beynə o təzyiqi verirdim ki, o təzyiq altında işləməyi bacarsın. Yəni bəzən gün ərzində 8 səhifə lüğət təkrarlayırdım. Hər bir həqiqətən yadımda qalırdı. Səbəb də o idi ki, təzyiq altında işləməyə artıq beynim alışmışdı, öyrəşmişdi. Mən məcbur edirdim ona. Və bizə müəllim sınaq verəndə hər zaman tez götürürdü sınaqları ki, tez təhvil verin sınaqlarınızı. Mən o qədər artıq alışmışdım ki, ingilis dilinin sınağı 30 sualı 5-6 dəqiqə işləyib çatdıra bilirdim. Yəni o dərəcə artıq beynim alışmışdı. Maraqlıdır həqiqətən. Bu qədər təzyiq heç mən göstərməmişəm. Məndə mümkün olmayıb təəssüf ki. Əslində elə bunu birinci özümə göstərmişəm ki, nəticə istəyirdim. Həqiqətən də gəlib tam nəticə yığdım ingilis dilindən 9-cu sinifdə. Bu həqiqətən də oldu nəticə etibarı ilə. İkinci tövsiyəm olardı ki, mütləq vaxtla işləməyi bacarsın hər kəs. Məsələn, siz test verirdiniz, MHM-in testləri. Məlumdur ki, çətindir bu testlər və mütləq ki, hər bir suala vaxt ayırmalısan. 1-2 dəqiqə, 3 dəqiqə. Mən o qədər beyni artıq yükləmişdim ki, məcbur idim ki, o bir dənə suala tutaq ki, maksimum 2 dəqiqə vaxt verə bilərdim. Başqa cür ola bilməz. Məsələn, 50 sualı ola bilirdi ki, 15-20 dəqiqə işləyib bitirirdim. Yəni onların düzdür, sualları çətindir. Ona görə də istər-istəməz daha çox vaxt gedə bilir. Amma beyin artıq təzyiqə alışanda sual tipini görən kim yadına düşür ki, mən nəyə diqqət eləməliyəm? Artıq burada bir ipucu var, bu taktika var, mütləq ki, açar söz var. Və mütləq sualın birinci oxuyanda altına xətt çəkirdim və buradan məni çaşdıra bilər. Və beynim həmişə gəlirdi ki, mən bu sual tipini işləyəndə həmişə nədə səhv eləmişəm. Və qırağa qeyd edirdim çox vaxt ki, bu məni çaşdıra bilər bu tipdəki. Məsələn üçün, bu sual məndən bunu soruşur, cavab da bunu verib, amma cavab çox asan gəldiyi üçün deyirdim ki, deyəsən bu işdə bir iş var və düzgün deyil də, belə düşünürdüm.
Vaxtla işləmək mənə həqiqətən də blokda çox kömək oldu əsas deyərdim. Çünki siz sınaq verirdiniz, məsələn üçün 30 suallıq sınaqdır da, ədəbiyyat, Azərbaycan dili fərq eləməz. 10-14 dəqiqə arası bitirirdim o sınaqları. Tarix daha az vaxtda bitirirdim və imtahanda mən 3 saat müddətindən 1 saat ərzində bütün artıq fənləri işləyib bitirmişdim, situasiyalar xaric deyək. Düzdür, ona rəğmən yenə diqqət səhvləri elədim. Amma artıq qədərdir. Çünki baxmışdım hər suala həqiqətən 2 dəfə, 3 dəfə yenə gözümdən qaçmışdı. Amma bunların hər biri mənə onun faydası oldu ki, mən həm tez düşünə bilirdim, həm tez yaza bilirdim. Eyni zamanda vaxtla işləməyi bacarırdım. Məsələn üçün imtahanda 1 saat rahat işləyib 2 saat artıq həm köçürməmi elədim, həm rahat situasiyalarımı yazdım, bal kəsintisi olmağına rəğmən, nəysə. Yəni bunu elədim, əsas deyərdim. Üçüncü, o tövsiyəni verərdim ki, analiz eləmə qabiliyyətiniz mütləq ki olmalıdır. Siz test verəndə 50 test verirsinizsə, mütləq ki, hal-hazırda da dəftərlərim durur, kənarında mütləq ki, hər bir sualın qeydi var. Məsələn üçün 59-cu sualı səhv eləmişəm, qarşısına qeyd eləmişəm ki, mən bu sualda niyə səhv eləmişəm və yaxud da ki, bu sualda mənim problemim nə idi? Və bu sual tipi ilə qarşılaşanda mən nə eləməliyəm? Bu tövsiyəni qırağa yazdırdım özüm üçün və artıq analiz edirdim. Məsələn, MHŞ-min testləri çox çətin olurdu. Mən ilk başda çox səhvim çıxırdı o testlərdən. Düşünürdüm ki, yəni 10-15 sualı müəllimə vermək düzgün olmaz. Və oturdum 2 saat ərzində 15 suala dəfələrlə baxırdım. Və ən sona 5 sual, 4 sual saxlayırdım ki, deməli 10 sual artıq özüm həll edə bilmirmişəm. Baxırdım dəfələrlə və bəzən cavabla qarşılaşdırırdım ki, mən necə düşünmüşəm, onlar necə düşünüb. Çünki bəzən müəllif yanaşması da fərqli ola bilər. Yəni analiz eləmədə həqiqətən də çox böyük bir fərq oynayır. Bəli, burada çox təfsilatlı qeyd elədim və digər şagirdlərimizdən daha fərqli şeylər də öyrəndim. Fantastikdir ki, vaxtı bu qədər təzyiq altında idarə etməyi bacarsan. Çox şagird baxırsan, test işləyir, gözəl işləyir, amma nə edir? Testin ortasında durur, gedir özünə bir çay süzür, biraz söhbət edir, biraz iş görür, qayıdır. Amma vaxtla işləmək Zeynəb demiş, təzyiq altında özünü qoymaq. Çünki sən 3 saat müddətində başın üstündə bir nəzarətçi, əzazil sənə nə etməlidir? Onun da işi odur da, təbii ki, sənə icazə verməyəcək ki, sən haqsız bir yanaşma edəsən. Və indidən özünü o mühitə aid hiss etmək, simulyasiya deyirik də, biz yadındakı imtahan simulyasiyası deyirdik. Buna aid hiss eləmək çox gözəl bir taktikadır. Və maraqlısı nədir uşaqlar? Zeynəbin burada o öyrənmə, əzbərləmə müddəti gözləndir. Biz burada bir fərqi ayıraq. Bəzi uşaqlar deyəcək ki, ay müəllim, Nəzrin Abiyeva dedi ki, mən ancaq səsli oxuyaraq əzbərləmişəm. Mən elə əzbərləmirəm. Mənim əzbər texnikamı bilirsən də, mən yapışdırırdım ora, deyirdim onu yapışdır ora. Gördükcə sən zaten öyrənəcəksən. Səndə də vizual olaraq, yəni göz yaddaşı inkişaf edibdir. Hər şagirdin burada yaddaşı fərqlidir. Kimisi görməklə, kimisi eşitməklə qulaq asır müəllimə oradan və yaxud kimisi özü yazaraq və ya oxuyaraq bunu bacarır. Bunlar hamısı bir yaddaşın növünə aiddir. Mən bu barədə inşallah elmi bir yazını paylaşacağam. Amma baxın, qızlarımız özü deyir. Yəni, bəzi insanlar var, Zeynəb, həm deyir, məndə bu yaddaşın 3 növü varsa, 3-ü də məndə var. Bəzi deyir, yox, mən ancaq görməliyəm. Bəzisi deyir, yox, ancaq eşitməliyəm. Bəzisi də deyir, ancaq yazmalı, not tutmalıyam. Yəni, bunlar çox önəmlidir və Zeynəbin not qeyd tutmağına da fikir verin uşaqlar. Hər sualın yanında, məsələn, bizim o vərəqlərimiz olurdu. Mən belə nümunə göstərim, belə yapışqanlı vərəqlər. Onları dəftərə, kitaba yapışdırmaq və yaxud Zeynəb demiş dəftərinin yanında qeyd aparmaq çox önəmli bir haldır. Mən indi bunları niyə deyirəm Zeynəb? Sən dedin, mən də onun xülasəsini verirəm. Paralel olmuş olur ki, şagird, izləyici qavrasın ki, nəyi təsdiq edirik. Şükür ki, indiyə kimi qızlarımızın verdiyi heç bir məsləhətdə nə bilim, qeyri-adi, anormallıq yoxdur. Çünki hamısı düz üsulla. Hərənin bilirsən də yolu fərqlidir və hərə bir cür öyrənir. Biz heç birinə səhv deyə bilmərik. Sadəcə şagird burada özünü öyrənməlidir ki, mən Zeynəb kimi mi öyrənirəm, Sevcan kimi mi, Nəzrinlər kimi mi? Bizim də Nəzrinimiz boldu biraz. Keçən videoda Sevcana yanlışlıqla Nəzrin demişəm. Sənə demədim ki, inşallah. Arada belə səhv buraxıram. Demək, 3-cü qruplara gözəl tövsiyələrimizi verdik izləyici suallarından və demək olar ki, biz həqiqətən Zeynəb dolu-dolu danışdıq. Nə düşünürsən? Səncə demədiyimiz bir şey var? Məncə bütün məsələlərə toxunduq.
Elə Bəli, düşünürəm. məncə də. Çünki bəzən insanlar istəyir ki, sizdən indi yəqin sənin də ətrafında son anda peyda olan, bir anda səni sevən və sənin balından istəyən şagirdlər, yoldaşlar, qohumlar, qardaşlar peyda olacaq. Deyəcəklər ki, Nəzrin və yaxud Selcan və yaxud Zeynəb necə bacardın? Mən bunu deyirəm. Elə olanda bu videonu yollayacaqsan ona, deyəcəksən, bax, öz yolumdan danışdım. Yenə də izləyicilərimizin nəzərinə çatdıraq. Heç kim özünü birbaşa Zeynəbə, Selcana, Nəzrinlərə, validələrə bənzətməməlidir. Ondan tövsiyə aldıq. Yoxlayacam. Deməli, mən Zeynəbdən aldığım tövsiyəni yoxlayıram. Zeynəb dedi ki, göz yaddaşı. Görün məndə var o. Nə bilim, Nəzrin dedi səsli oxu. Görün məndə o varmı? Bax, 5 gün sizin dediyi məsləhətləri uşaqlar vaxt ayırsa, birinci necə olduğunu, necə bir insan olduğunu başa düşsə, insanlar özünü tanımadan bilirsən də, keçir işə, bilmir ki, bu yolda o çətinliklərə necə dözəcək. Amma bizim qızlarımız hamısını maşallah dedilər. İnşallah ki, Zeynəblə də yaxın günlərdə görüşəcəyik. Bizim görüşümüz əyani olacaq. Orada da gözəl kadrlar paylaşmaq qismət olar. Və inanıram ki, Zeynəb də başda olmaqla bizim Bakı dövləti ələ keçirmişik də, belə başa düşdü. Hüquq tələbələri ancaq bizim uşaqlardır. Çox-çox sevinirəm. Buna görə mənim üçün böyük bir fəxrdir. Xüsusən qızlarımızın. Və ən önəmlisi nədir? Mən də dini inancı olan bir insanam, Zeynəb də bəlli. Və duamızı edirik. Nəyə inanırsınız inanın, duanızı edin, dürüst, əxlaqlı insan olun. Və həqiqətən insan işini düz gördükdə bərəkətli olur. Məncə bunu hamımız təcrübə etmişik. Bir müəllim olaraq mən də, bir şagird olaraq Zeynəb də, artıq o da tələbə oldu da, uşaq deyil. Necə deyərlər. Belə Zeynəbim, mən çox təşəkkür edirəm ki, sən bizim bu verilişimizə, mini verilişimizə xudmani qatıldın və çox gözəl tövsiyələr verdin. İnanıram ki, səni və digər qızlarımızı izləyən bütün hamı bu məsləhətlərdən faydalanacaq. Mən hər dəfə ehtiyat edirəm. Çünki 3-cü qruplarımızda çoxdur, amma hər dəfə də fərqli məlumat olmaq məni sevindirir ki, deməli izləyici təkrarçılıqla üzləşməyəcək. Məhz görəcək ki, hamının fərqli yolu var və hamıdan fərqli məsləhət almaq olar. Çox təşəkkür edirəm qatıldığın üçün. Mən də minnətdaram sizə. Ümid edirəm ki, hər kəs üçün uğurlu bir yol olar. Və hər biri tövsiyə edirəm ki, düzgün müəllim seçim eləsinlər. Hər kəsə fərq eləməz, özünüz hazırlaşırsınız və yaxud da ki, başqa bir müəllim seçəcəksiniz. Utanmayın ki, məsələn, bu müəllimə necə deyim ki, mən sənin yanından çıxmaq istəyirəm. Bundan qətiyyən utanmayın. Bu müəllim pisləmək deyil, aşağılamaq deyil qətiyyən. Sadəcə özünüzə uyğun olan bir insan tapmaq hər bir sahədə sizin üçün önəmlidir. Və ən birinci özünüzü tanıyın. Yəni özünüzü tanımadan başqalarının yerinə özünüzü qoymağa əsla çalışmayın. Dərs saatlarınızı, rutininizi fərq eləməz hər bir şəkildə. Özünü tanımayan insan həyatda uğur qazana bilməz. Ən birinci məqsədiniz də bu olmalıdır. Bəli, məncə də kimsə sevdiyiniz üçün, hörmət etdiyiniz üçün yox, özünüz nə istəyirsiniz ona uyğun ixtisas seçərkən, müəllim seçərkən, yoldaşı və gələcəkdə partnyor seçərkən necə deyərlər, bunlar çox önəmlidir. Sağ olun, salamat qalın. Bizi dinlədiyinizə görə təşəkkür edirik.